لكل جعلنا منكم شرعة ومنهاجا. Bismillahirrahmanirrahim. Deməli, qardaş soruşur ki, bu günümüzdə cərəyan edən söz-söhbətlər fitnədir və yaxud fitnə deyil. Qardaş, ümumən sələflərdə nə qədər qövüllər, əqvallar var ki, insanı Allahdan uzaqlaşdıran hər bir şey fitnədir. İnsanın imanını zəiflədən hər bir şey fitnədir. Qadın fitnədir, dünya fitnədir, oğul, uşaq fitnədir. Bunlar hamısı fitnə oldusa, necə ola bilər ki, insanı dindən uzaqlaşdıran şeylər fitnə olmasın? Qardaş, bunun fitnə olub olmamağını görmək üçün kiməsə sual vermək lazım deyil. Yəni, ən azından neçə il namaz qılan insan özü bunları müşahidə eləyir. Yəni, cəmaatın gözü, qardaş, tərəzidir. Cəmaat çörəyi qulağına yemir, ağzına yeyir. Yəni, bu şeyləri başa düşmək üçün universitet oxumaq lazım deyil. Sən əvvəl kimisə dəvət eləyirin, indi sən gedirsən kimisə dəvət eləməyə, cəmaat sənə qulaq asmır. Deyir, get bir özünü düzəlt, öz içini düzəlt ki, ondan sonra gələrsən. Bu cəmaata sən nə deyəcəksən? Bu fitnədir, fitnə deyil. Bu söz-söhbətə görə inan, ailələrdə ixtilaf durur və ailələr bölünür. Açın YouTube'dakı kommentariyaları oxuyun. Cəmaat bizi söyür, cəmaat ağzına gələni danışır. Məsciddə qardaşlar bir-birinə təpi atır. Bir-birini, nə bilim, ölümlə hədələyir, ağzına gələni deyirlər. Qardaş, bunlar da fitnə olmayandan sonra daha fitnə nə olacaq? Özünüz bir oturun, fikirləşin. O ki, qaldı gətirirlər fitnə, mənhəc, səhvlər təmizlənir. Qardaş, səhvlər təmizlənməyi alimlər fitnənin hikməti olaraq gətirib. Fitnənin hikməti olaraq gətirib. Deməyiblər ki, səhvlər təmizlənirsə fitnə deyil. Bu bir. İkincisi də hər xırda şeyə görə əgər sənin səhvin təmizlənsə, pissən üzərində sənin səhvin təmizlənsə, su üzən üzərində sənin səhvin təmizlənsə, eşitdiyi dəqiqləşdirməyərək bunu dəli götürüb səhvi təmizlənsə, qarışqadan fil düzəltib sən səhvi təmizləsən, daha sənin ətrafında kim qalacaq? Belə səhv təmizlənmək olur. Qardaş, belə səhvləri təmizləyə sən özün axırda lüt qalacaqsan. Yəni, belə şey olmaz, qardaş. Bu, əlbət ki, fitnədir bu. Daha fitnənin buynuzu olmur ki. Fitnədir, buna nə qədər istəyirsən dəlillər var. Ha tərəfdən baxırsan, onsuz da dəvət yıxılıb yerdə can verir. Ya sən əgər bunu da fitnə adlandırmırsansa, sən nəyə fitnə deyirsən, qardaş, mənim başım çıxmır. Əgər buna fitnə demirsənsə, gətir qoy dəlilləri ki, bu fitnə deyil. Yəni, bu barədə çox danışmaq olar. Yəni, mən uzunçuluq eləmək istəmirəm. İndi, arif insana bir işarə bəsdir, qardaş. Yəni, deyirəm, cəmaat bir-birinə bıçaq çıxardır, cəmaat bir-birinə təpi atır, cəmaat bunun üstündə arvadın boşuyur. Cəmaat gedir, nə bilim, birini işdən çıxartır, cəmaat evinə balalarına çörək yapardı, vurub işdən çıxartırlar, nə bilim, bu onun qeybətini eləyir, o bunun qeybətini eləyir. Şiələr imamət söhbətindən başqa söhbət danışmadıqları kimi, bunların da bugünkü real söhbəti ancaq bu söhbətlərdir. Deyirəm, dəvət qalıb bir qıraqda, ixlas qalıb bir qıraqda, təharət qalıb bir qıraqda, elm dərsləri demək olar ki, qalıb bir qıraqda. Ancaq bütün məsələlər bundan gedir. Daha bu fitnə deyil, nədir bu? Yəni, bunu başa düşmək üçün, qardaş, universitet oxumaq lazım deyil. Yəni də, həmişəki kimi, yenə deyirəm, kimin nə söhbəti var, gəlsin, otursun, söhbət eləyək. Avam insanın yanında, sıravi qardaşın yanında danışmaq asandır. Üzbəüz gəlib müzakirə eləmək lazımdır, bu fitnədir, fitnə deyil. Və zapis olunmalıdır, təqdim olunmalıdır sıravi cəmaata, sıravi qardaşlara. Yenə deyirəm, cəmaatın gözü tərəzidir. Bu məsələləri ayırmaq üçün universitet oxumaq lazım deyil. Cəmaatı da ittiham eləmək lazım deyil ki, sən heç nə başa düşən deyilsən. Bu məsələlər sən başa düşən məsələlər deyil. Qəşəng zapis olunsa, qoyulsa qabaqlarına cəmaatın, cəmaat əlhəmdülillah hamısı məktəb qutarıb, oxuyub, bilirlər nədir, nə deyil. Gözləri biləcəklər. Salam aleykum və rəhmətullah.